Salam dostlar, bugün sizinle Kodera Test Bankından 8.1-ci bölümə, yəni elektron cədvəlləri işləyəcəyik. Düsturlar, funksiyalar, mütləq və nisbi ünvanlar bölməsinə baxırıq. Birinci suala baxaq. Elektron cədvəl prosesori hansıdır? Burada cavab D variantıdır. Excel, Microsoft Access verilənlərin idarə edilməsi üçündür. PowerPoint təqdimat proqramıdır. Word mətn redaktorudur. Paint isə qrafik redaktorudur. Cavab D variantı. İkinci sualda. Excel-də yaradılmış sənəd necə adlanır? Excel-də yaradılmış sənəd kitab adlanır və e, biz əgər Excel-də bir sənəd yaratsaq və bu sənədə heç bir ad verməsək, bu sənədin adı susmaya görə book 1 olacaq. Daha sonra üçüncü sualda aşağıdakılardan hansı cədvəl prosesorunun ad genişlənməsidir? Bu da cavab xıllısıdır, C variantı. Cədvəlin əsas struktur elementi necə adlanır? Xana. Xanada düstur yazmaq üçün biz mütləq bərabər simvolundan istifadə etməliyik. Bərabər yazmadan düstura başlaya bilmərik. Altıncı sualda bizə deyilir mütləq ünvan hansıdır? Ə, Bu barədə deməli mən deyə bilərəm ki, ümumiyyətlə bizdə üç cür ünvan mövcuddur. Nisbi ünvan, mütləq ünvan və qarışıq ünvan. Nisbi ünvan bu formadadır. Sadəcə sətr və sütun adından ibarətdir. Qarışıq ünvanda daha doğrusu birinci mütləqi deyim, onda daha aydın olar. Mütləq ünvan bu o deməkdir ki, biz bu düsturu hara sürüşdürürüksə sürüşdürək, demək, orada heç bir dəyişmə baş verməyəcək. Yəni, məsələn, A variantı burada mütləq ünvandır. Həm sütun, həm də sətr adının qarşısında dollar işarəsi varsa, bu mütləq ünvandır. Amma ya təkcə sətr adının qarşısında dollar işarəsi var və yaxud təkcə sütun adının qarşısında dollar işarəsi varsa, bu isə qarışıq ünvan olmuş olur. Eee, Deməli, məsələn, burada biz bunu sürüşdürmüş olsaq, A olduğu kimi qalacaq, amma 1 dəyişəcək. Və yaxud burada sürüşdürmə etmiş olsaq, A dəyişəcək, amma 1 olduğu kimi qalacaq. Bu oldu bizdə nə? Ünvanlamalar. Daha sonra baxaq, növbəti sualımızda bizə nə deyilir? Bu görünüş hansı əməliyyatın nəticəsində olub? Ümumiyyətlə, yəni, əgər aşağı ox düyməsini gördünüzsə, bu filtrləmədir. Daha sonra 8-ci suala baxırıq. Aşağıdakı cədvəldə C3 xanasına 3 qiyməti daxil edilib və fill down əmri yerinə yetirilibsə uşaqlar. Fill down əmri o deməkdir ki, yuxarıdakı aşağı düşür. Yəni, tutaq ki, 3 5-dirsə və fill down 5-ci bu xana seçilib fill down əmri yerinə yetirilibsə, yuxarıdakı, yəni 3 aşağı düşür. Aydındırmı? Yuxarıdakı aşağı düşür. Yəni aşağı nə düşə bilər? Yuxarıdakı. Yəni buradakı 5 3 ilə əvəz olunur. İndi burada da fill down əmridir. Yuxarıda 3 var. Aşağılara, yəni diapazon seçilibdir. Hər birinə 3 yazılacaq. Sonra B3 Y9 diapazonunda neçə sətr var? Deməli uşaqlar, bunun üçün biraz ingilis əlifbasını bilmək lazımdır ki, bilək əlifba sıralaması necədir. Daha sonra diapazonda neçə sətr olduğunu deyir. Xana düşündüm mən, ona görə dedim. Ümumiyyətlə yenə də bunun üçün, bu tip suallar üçün biz deməli ingilis əlifbasını azdan çoxdan bilməliyik. Sətirləri Excel-də rəqəmlərlə göstəririk, sütunları isə hərflərlə göstəririk. 3-dən 9-a. 3-dən 9-a hansılardır? 3, 4, 5, 6, 7, 8, 9. Və bizim deməli 7 sətrimiz var. Lakin bunun asan yolunu belə deyim. Böyükdən kiçik çıxıb üstünə 1 gəlirik. Yəni 9-dan 3 çıxdıq 6, üstünə 1 gəlirik 7. Yəni daha böyük əgər rəqəmlər verilərsə, o zaman saymaq vaxt aparar. Qısa yol olaraq deyirəm ki, böyükdən kiçik çıxırıq və üstünə 1 gəlirik. Xana nə deməkdir? Sətir və sütunun kəsişməsi. Burada dollar B5 istinadın tipini göstəririk. Mən bayaq da vurğuladım ki, əgər dollar işarəsi nəyin qarşısındadırsa, o sabit qalacaq. Burada dollar işarəsi sütunun qarşısındadır. Deməli, sütun mütləq ünvandır. Sətrin qarşısında yoxdur. Deməli, sətr nisbi ünvandır. Sütun mütləq, sətr nisbi.
Deməli, A variantı olur burada cavabımız. Mütləq istinad nədir? Mütləq istinadı vurğuladım. Yəni hara sürüşdürürüksə sürüşdürək, yəni düsturu hara köçürsək də o düsturda hər hansı bir dəyişmə baş vermir. Ona görə baxın burada məsələn A variantında deyir ki, hesablama prosesində dəyişə bilən ünvan. Biz dedik ki, dəyişmir. Aktiv xana, yəni seçilmiş xanadır. Cavab burada C variantıdır. Özündə sabit məlumat saxlayan ünvan, yəni biz onu nə etsək də onun məlumatı, yəni qiyməti dəyişmir. Nisbi istinad nəyə deyilir? Hə, bu dediyim kimi sürüşdürmə zamanı dəyişə bilən, ona görə də cavabımız olur A variantı. E, Excel-də ümumiyyətlə bir çox verilən tiplər var, amma sırf bu şəkildə göstərilən elmi verilən tipidir. Doğru yazılmış düsturu müəyyən edin. Bayaq burada 5-ci sualda vurğuladıq ki, düsturu yazmaq üçün mütləq şəkildə deməli biz bərabər işarəsi ilə başlamalıyıq. A, B, D, Y-nin heç birində bərabər işarəsi olmadığına görə cavabımız C variantıdır. Daha sonra elektron cədvəldə olan xana tiplərini müəyyən edin. E, Elektron cədvəldə ümumilikdə var bizdə general, sonra number, text. Daha sonra date tipi var. Həm short date, həm long date tipi. Daha sonra deməli burada olanlardan 1, 5, sonra 6, sonra 4. 1, 4, 5, 6 bunlar deməli 16-cı sualın cavabıdır. Əlavə olaraq deməli yuxarıda sualda göstərdiyi elmi tip mövcuddur. Sonra faiz tipi mövcuddur, kəsir tipi mövcuddur. Ümumi, mətin, ədəd bu tiplər mövcuddur. Ee, Elektron cədvəldə sort nə üçün yaranır? Nə üçün istifadə edilir? Sort çeşidləmədir. Deməli, yəni azdan çoxa, çoxdan aza, artan sırada, azalan sırada çeşidləməkdir. Ona görə 17-ci sualda cavab C variantıdır. 18-ci sualda elektron cədvəldə filtr nə üçün istifadə olunur? Filtr uşaqlar. Əslində deməli biz bir çox yerdə filtrdən istifadə edirik. Məsələn, deməli biz bir geyim alırıq, tutaq ki, hər hansı bir saytdan geyimi alanda da tutaq ki, bizə sadəcə qara paltarlar lazımdırsa, biz orada filtr düyməsini seçərək sadəcə rəng olaraq qaranı seçirik və bu zaman nə baş verir? Digər rəngdə olan heç bir paltar bizə görünmür. Yəni digər rəngli paltarların hamısı gizlədilir. Yəni filtr düyməsi bu iş üçün yaranır, daha doğrusu istifadə edilir. Müəyyən şərti ödəyən verilənləri e, göstərmək və şərti ödəməyən verilənləri isə gizlətmək üçün. Cavab B variantı. 19-cu sualda bizə nə deyir? Elektron cədvəl proqramında verilmiş aşağıda cədvəl verilib. Bu cədvələ əsasən C3 xanasındakı düstur Y6 xanasına köçürülüb. Bu zaman Y6 xanasında hansı düstur olacaq? Gəlin buna ayrılıqda baxaq zəhmət olmazsa. Deməli, C3 xanasında düsturumuz hansı formadadır? B3 üstəgəl dollar C4 və biz istəyirik Y6 xanasında düsturun necə olacağını. Baxırıq, C-də B-dir. Yəni özündən bir əvvəlki sütun götürülüb. -1. O zaman Y-də də özündən bir əvvəlki sütun götürüləcək. Bu da D sütunudur. 3-də 3'tü. O zaman olduğu kimi qalıbsa 6'da da 6'nı götürəcəyik. Dollar işarəsi nəyin qarşısındadırsa, biz ona toxunmuruq. Dollar işarəsi olduğu kimi qalır. Varlıdır. Varlılara toxunmuruq. Normal həyatdan söhbət getmir təbii ki. Dollar C olduğu kimi qalır və yenə sətr nömrəsinə fikir veririk. 3-də 4'tür. Yəni bir vahid sonrakı götürülüb. O zaman 6'da nə olmalıdır? Bir vahid sonrakı 7. D6 plus C7. D6 C7. Aha, baxırıq 20-ci suala. 20-ci sualda da yenə eyni qaydada köçürmədə demək
Demək, bizə deyilir ki, B13 xanasındadır düsturumuz. S dollar 12 üstəgəl dollar D 13 üstəgəl 2 və biz bu düsturu B12 xanasına keçirsək. Baxın uşaqlar, bu da B-dir, bu da B-dir. Ona görə sütun ünvanlarının heç birinə toxunmayacağıq. Amma sətr ünvanımız görürük ki, bir vahid azalıb. 13-dən 12-yə düşüb. Deməli, sətr ünvanlarımız bir vahid azalacaq. Deməli, B-də C-dir. Yenə B olduğuna görə C götürəcəyik. Ben dedim ki, sətr ünvanları bir vahid azalacaq. Təbii ki, bu qarşısında dollar işarəsi olana aid deyil. Ee, Yine de dollar D. 13'te 13'te o zaman 12'de 12 olacak. Ve bakın bu tipte olanlara toxunmuruq. Bizim işimiz ancaq xanaların ünvanlarıyladır. Adi toplama çıxma ədədlərinə toxunmuruq. Yəni S dollar 12, dollar D 12, üstəgəl 2. Y variantı olur 20-ci sualda. 21-ci sualda baxın, bu bayaq dediyimdir. Xanaların sayını bilmək. Deməli, bizə deyilir ki, bu iki diapazonda ümumilikdə neçə xana var? A2, S5 diapazonunda neçə xana var? Uşaqlar, diapazonda neçə xana var tapmaq üçün biz, yenə deyirəm, bayaq dediyim kimi həm sətirlərin, həm də sütunların sayını tapıb bir-birinə vurmalıyıq. A2, S5 diapazonunda baxın. A, B, S, 2-dən 5-ə də 2, 3, 4, 5. Deməli, həm hansı xanalara əhatə etdiyini bu formada görə bilirik ki, A2, B2, C2, A3, B3, C3 və s. Yəni, ümumilikdə 3 sütun, 4 sətr var. Bu eləyir 12 xana. Yəni, A2, C5 diapazonunda 12 xana mövcuddur. Və Y2, Y5 diapazonunda, baxın, Y2, Y5 hər ikisi Y-dir. Ona görə elə bir sütun mövcuddur. 2-dən 5-ə də bayaq dediyim qayda ilə etsək, böyüdən kiçiyə çıxırıq, 5-dən 2-yə çıxırıq 3, üstünə 1 gəlirik 4. Deməli, sadəcə bir sütunumuz var və 4 sətrimiz var. Bu da eləyir 4. 14 sütun, daha doğrusu 4 xana burada, 12 xana burada. Toplam demək 16 xana mövcuddur. Sonra 22-ci suala baxırıq. 22-ci sualda doğru yazılmış düstur istəyir bizdən. Bayaq dedik ki, mütləq şəkildə düsturumuz necə başlamalıdır? Bərabər işarəsindən A-nı, D-ni, Y-ni çıxdıq. B-də də həmçinin bərabərlə başlamayıb, yəni hər hansı bir xananı bərabərləşdirə bilmərik. Mütləq şəkildə sadəcə bərabər və davamında düstur olmalıdır. B-ni də çıxırıq, qalır cavabımız C variantı. B3 xanasında olan bu düstur B2 xanasına köçürən zaman hansı düstur alınacaq? Deməli, baxaq. Aha, deməli, düsturumuz B3 xanasında necədir? C dollar 2, dollar D3, üstəgəl 2. B2 xanasına köçürəndə də yenə baxırıq ki, B-də B-dirsə, qalanlar hamısı, yəni sütun ünvanları olduğu kimi qalacaq. Sətir ünvanları isə bir vahid azalmalıdır. Təbii ki, yenə də dollar işarəsi olanlara aid deyil. S dollar 2 olduğu kimi qalır. Dollar D 2 olmalıdır. Burada 3-dür. Bir vahid azalır 2 olur və yenə də adi ədədlərə toxunmuruq. Deməli, cavabımız olacaq D variantı. 24-cü sualda bu zaman Y3-dən Y4-ə köçürüblər uşaqlar. Baxın, Y3-dən Y4-ə keçirtmişik. Sütun ünvanlarımız dəyişmir. Sətr ünvanımız isə +1 artır. Y3-də D3 üstəgəl A dollar 2-dirsə, Y4-də nə olacaq? D4. Deməli, bunları çıxırıq. D4 üstəgəl A dollar 2. Çünki qarşısında dollar işarəsi var. Biz buna toxunmuruq. Sütun ünvanı da olduğu kimi qalır. Cavab olur deməli D4 üstəgəl A dollar 2 Y variantı. 25-ci sualda da deməli B2 uyğundadır. Baxın, B2-dən C3-ə çevrilmə edilib. B-dən C-yə
keçirən zaman sütunumuz deməli necə dəyişib? Bir vahid artıb. 2-dən 3-ə keçəndə də sətir ünvanımız da həmçinin bir vahid artıb. B-də S-dirsə, o zaman S-də D olmalıdır. Biz deməli D variantından başqa hamısı qalır. S-də D olmalıdır. 2-də 2-dirsə, 3-də də 3 olmalıdır. Yəni D 3 ilə başlamalıdır düsturumuz. A-nı, B-ni çıxdıq. Dollar D, dollar 4-də olduğu kimi qalır. Dediyimiz kimi dollar nəyin qarşısındadırsa sabit qalır. Yəni D 3 olsun, dollar D, dollar 4 Y variantı. 26-cı sualda da deməli baxırıq ki 26-cı sualda bizə nə verib? 26-cı sualda bizə deyilir ki, A3 xanasındakı düsturu B2-yə köçürülüb. A3 B2-yə köçürülüb. Baxın, A-dan B-yə sütun deməli bir vahid artıb. 3-dən 2-yə sətir bir vahid azalıb. A-da S idisə, B-də D olmalıdır. Ona görə yeni çıxırıq. 3-də 2-dirsə, 2-də 1 olmalıdır. Ona görə bircə dənə doğru cavabımız qalır. D variantı. Baxın, bir də göstərim. A-da S idi. O zaman B-də D olmalıdır. 3-də 2-dir. O zaman 2-də 1 olmalıdır. Cavab olur D variantı. Daha sonra baxırıq 27-ci sualımıza. 27-ci sualda bizə deməli deyir ki, D1 xanasında bu düstur yazılıb və D2 uyğuna köçürülüb. D2 xanasında hansı qiymət alınar? Deməli, bu zaman biz həm düsturu köçürdəcəyik, həm də o düsturun aldığı qiyməti hesablayacağıq. Deməli, düstur köçürməsinə baxaq, qiyməti hesablayaq. Aha. Deməli, D1 xanasında düsturumuz necədir? Dollar A, dollar 1 vurulsun B 1 üstəgəl S 2. Bu düstur D2 xanasına köçürülüb. Baxın, deməli, sütunda heç bir dəyişiklik yoxdur. Sətir bir vahid artıb. Dollarlılar olduğu kimi qalır. Sütunda heç bir dəyişiklik yoxdur. Sətir bir vahid artır. Yenə də sütunda heç bir dəyişiklik yoxdur. Sətir bir vahid artır. Yəni D2 xanasında düsturumuz bu cür olacaq. Gəlib buranı hesablasaq, A1 vurulsun B2 üstəgəl C3. A1 xanasının qiyməti 1-dir. Vurulsun B2, B2-nin qiyməti 5-dir. Üstəgəl C3, C3-ün qiyməti də 9-dur. 1 vurulsun 5 üstəgəl 9 da eləyir 14. Cavab C variantı. Daha sonra 28-ci suala baxırıq uşaqlar. Deməli, 28-ci sualda burada bizə, deməli, burada hansı sütuna verilib filtr? Baxırıq ki, baxın, maaş sütununa filtr verilib. Deməli, biz bu sütunla işləyəcəyik. Filtrimiz nədir? Is greater than. Deməli, greater than böyükdür deməkdir. Nədən böyükdür? 400-dən böyükdür. Biz filtri verən zaman şərti ödəyən sətirlər görünür, digərləri gizlədilir. Şərti ödəyən sətirlərimiz, baxın, budur. 400-dən böyük olanlar. Budur. Daha sonra budur. Budur və budur. Aha, 400-dən böyük olanlar bunlardır. Bunlar görünəcək. Bu və bu. Bunlar isə gizlənəcək. Sualda bizdən nəyi soruşur? Neçə sətir gizlənəcək? Neçə sətir gizlənir deməli? 3 sətir gizlənmiş olur. A variantıdır cavabımız. 29-cu suala baxırıq. Yenə də bizdən doğru yazılmış düsturu tapmağımızı istəyir. Bərabərlə başlamadığına görə A və D başdan yanlışdır. Digərlərində isə uşaqlar B və C-yə baxın. 5
5F formasında verilib. İndi də onları nəzərə almasaq, 5F formasında verilib. Burada da 2M formasında verilib xananın ünvanı. Biz bilirik ki, birinci deməli, sütun ünvanı gəlməlidir. Daha sonra sətr ünvanı gəlməlidir. Amma burada isə tərsinə olub. Birinci rəqəm, sonra sütun gəlib, yəni hərf gəlib. Bu yanlışdır. Ona görə C və B variantları yanlışdır. Cavab alır Y variantı. 30-cu suala da baxaq. 30-cu sualda da bizə deyir neçə sətr gizlənəcək. Baxırıq ki, filtr hansı xanaya, daha doğrusu sütuna tətbiq olunub? Ad sütununa tətbiq olunub. Biz bu sütunda işləyəcəyik. Nə deyir bizə? Begins with. Nə ilə başlayacaq? Nə ilə başlamalıdır? Ə ilə başlamalıdır. Ə ulduz deyirsə, yəni ə və davamında istənilən qədər simvol ola bilər. Deməli, ə ilə başlayanlar hansılardır? Bu, bu və bu. Düzdürmü? Gözümdən qaçan yoxdur. Aha, deməli, yenə deyirəm, filtr tətbiq etmişiksə, şərti ödəyən sətirlər görünəcək. Yəni, ənlə başlayanlar görünəcək, digərləri gizlənəcək. İndi nələr gizləndi? Baxın, 1, 2, 3, 4, 5. 5 dənəsi gizləndi. Deməli, cavabımız nədir? Y variantı.